Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyində bizi üçün qiymətləndirmə materialı kimi verilən Sabir Rüstəmxanlının Sağ ol ana dilim şeiri var ki, bu şeiri sizin üçün oxuyub təhlil eləyəcəm. Təbii ki, hazır summative əlinizə vermirəm. Oxuyuruq, təhlil eləyirik və o summativ üzərində işləyirik. Gəlin başlayalım. Amma ilk sizdən xahişim odur ki, kanala abunə olun ve isteklerinizi yorumlarda qeyd edin ki, bilim nələrə daha çox ehtiyacınız var. Abone olun, paylaşın və təbii ki, videonu bəyənməyi də yaddan çıxartmayın. İlk nə edəcəm? İlk sizin üçün əsəri oxuyum, ondan sonra onun testlərini işləyək. Sabir Rüstəmxanlı. Yollarım sınadı yad ölkələrdə. Yollarım sınandı yad ölkələrdə. Neçə yad dodaqda səsləndi adım. Sağ ol, ana dilim. Məni heç yerdə köməksiz qoymadın, yalqız qoymadın. Barmağım altında düymə fırlanır. Londonla, Parislə yanaşı Bakı. Doğma sözlər üçün darxan hanı? Deyin, qoy dinləsin. Danışır Bakı. Danışır. Açılır ömrüm baharı. Dünyaya mən onun qoynundan uçdum. Mənim ürəyimin antenaları gözəl Azərbaycan dilinə tuşdu. Döyüşdə qılınc tək sıyrıldığından, başımın üstündə bayrağım oldu. Torpağım ikiyə bölünən zaman bu dil bölünməyən torpağım oldu. Utansın, utansın tarixə dəllallıq edən, tarix qapısına açar sözlər var. Pərdəni qaldırsan 5-10 kəlmədən qondarma cildlər tarmar olar. Cild deyəndə üzü nəzərdə tutur. Bu dildə sevincim, qəmim, kədərim, təzə ümidlərə açılan səhər. Bu dilin reaktiv təyyarələri Araz sərhəddini qıran kəlmələr. İpək nəğmələrim güllə batmazdı. Qolunu qandalla bağlamaq olmaz. Bu taydan o taya arxayın keçən, o taydan bu taya arxayın keçən dilin sənədini yoxlamaq olmaz. Sevginin yolunu saxlamaq olmaz. Sağ ol. Sağ ol ana dilim, ana öydüm. Füzuli eşqindən divanə dilim. Ürəyim başına nəfəs dərmədən fırlanıb kül olan pərvanə dilim. Aladağ, Qaradağ, di seç, di ayır. Dağları basılmaz ordum sanmışam. Harda bircə kəlmə sözüm yaşayır, oranı balaca yurdum sanmışam. Qapılar dalında qoydular səni. Haqq dedin, dabandan soydular səni. Ancaq məhv olmadın. Anam can dedim. Ordular sardıram, qəhrəman dilim. Ömrüm qırılmazdı, yol qırılsa da. Səninlə həmişə mən üzü ağam. Bədənim torpağa tapşırılsa da, ruhumu mən sənə tapşıracağam. Baxın, bu şeirimiz oxuduq öz yerində. Nədən danışır? Ana dilindən danışır, ana dilinin kimliyindən danışır. Yəni şairin vətənpərvəri ruhu əks olunubdur. Şeirdə ana dili tərənnüm olunubdur. Burada baxın, diqqətli olun. Belə bir yer var. Deyir, haqq, qapılar dalında qoydular səni. Haqq dedin, dabandan soydular səni. Dabandan soydular səni deyəndə nəyi nəzərdə tutur? Nəsiminin dabandan soyulmasını, Nəsiminin soyulmasını ki, Nəsimi haqq dedim. Haqq deyəndə neylədilər? Haqqın səsini kəsmək üçün onun dərisini soydular. Burada yəni sətr altı Nəsimiyə müraciət, yəni müraciət eləyib deyəndə, yəni müraciət eləyib də təbii ki, göstərib, Nəsimini göstərib burada. Füzulinin adını çəkibdir. Sonra yəni Nəsimiyə müraciət deyəndə Nəsimi, yəni burada bu şəkildə müraciət, xitab kimi müraciət eləməyib də, yəni Nəsimiyə də bir nəzər salıbdır burada.
Sonra barmağım altında düymə fırlanır Londonla, Parislə yanaşı Bakı. Yəni bu bütün ölkələrə artıq bütün ölkələrin dilini də, ölkələrin özünü gəzdiyimiz kimi onun dilini də qavramaq, onun yəni o ölkələri də olmaq bizim üçün çətin deyil. Bunları deyir. Amma hansı ölkədə olsam da, Londonda da, Parisdə də, harda oluram olum, mənim üçün doğma olan yer Aladağıdır, Qaradağıdır, danışır Bakı sözləridir. Yəni bunu deyir, harda oldum, oranı özümə halalca yurdum sandım deyir. Öz yurdum benim. Öz yurdumu özümlə içimdə daşıdım. Xaricə belə öz içimdə daşıdım. Bu dil bölünməyən torpağım olub deyir mənim. Bu dil mənim bölünməyən bir torpağımdır. İstəyir bu taydan o taya, istəyir o taydan bu taya. Bunu da yerə deməli Arazın o taylı bu taylı o tayını bu tayını nəzərdə tutur. Bu dil mənim reaktiv təyyarələri Araz sərhədini qıran kəlmələr təyyarə kimidir. Yəni o qırıcı təyyarə kimidir. Sərhədləri qıran, deməli sərhədləri aşıb keçə bilən kəlmələrim var, sözlərim var öz dilimdə. Gözəl Azərbaycan dilinə deyir tuşda ürəyimin antinaları. Antina nədir? Yəni deyirik də məsələn Krosno kimi tanıyırıq yəqin ki müasir dövr. Antina yəni bir televizorda kanalları tutmaq üçün nə istəyirsiniz? Antina olmalıdır. Məsələn haranıza şualanma getməlidir. Düzümü şua olmalıdır, internet olmalıdır. İndi müasir dövrdə bu şəkildə deyim antinalar istə yəni internetimiz olmalıdır. Bu da onu nəzərdə tutur ki, mənim ürəyimin, yəni interneti, mənim ürəyimin antinalarıdır. Bu gözəl Azərbaycan dilinə tuşdur bu şəkildə. Yəni o zaman antina kimi gedirdi. Antinalarına tuturduq belə internetin qaynayıb çağlayan bir vaxtı yox idi o zaman. Bu şəkildə mənə elə gəlir ki, şeir haqqında müəyyən qədər deməli məlumatınız oldu. İndi keçəyin onun testlərinə. Bu da bizim deməli testimiz. Gəlin indi testimizi işləyək. Təbii ki kanala abunə olmağı da yaddan çıxartmayın. Sağ ol ana dilim şeiri üzrə aparılan kiçik summativ qiymətləndirmə. Nə deyir? Deyir əsərlə bağlı hansı fikir səhvdir? Dilimizin gələcəyindən bədbinliklə söz açılır. Dilin xalqın tarixini yaşatması fikri irəli sürülür. Dilimizin ikiyə bölünmüş vətəni birləşdirdiyi göstərilir. İkiyə bölünmüş vətəni görürük. Bunu açıq-aşkar görürsünüz ki, deməli o taylı deyir, o taydan bu taya arxayın keçən, bu taydan o taya arxayın keçən. Ona görə C bəndini ümumiyyətlə elədik. Ana dili tərənnüm olunur, D-ni də elədik. Şair vətənpərvərlik hisslərini öz əksini tapıb bunu da elədik. Deyir ki, dilin hansı fikir səhvdir istəyir, səhv fikir istəyir bizdən. Dilin xalqın tarixini yaşatması fikri irəli sürülür. Təbii ki, dil xalqın tarixini yaşadır. Biz bu fikrin irəli sürülməsini əslində burada əsərdə yaşatdığı vurğulanır, irəli sürülmür də. Bu fikir vurğulanır. Əslində burada bu fikir vurğulanır kimi götürülməli idi. Belə tam dərinliyinə getsək, bu fikrin özündə də bir səhvliyi var. Amma bu da yenə öz əksini tapıbdır. Dilimizin gələcəyindən bədbinliklə söz açılır fikri səhv olduğu üçün deməli səhv fikrimiz hansı cavabdır? A variantı. İkinci suala baxırıq. Deyir, dəllal sözünün əsərdəki mənası hansı sırada düzgün verilmişdir? Diqqətli olalım. Deyir ki, döyüşdə baxım görüm harada. Yox, o deyil. Utansın tarixə dəllallıq edən, tarix qapısına açar sözlər var. Pərdəni qaldırsam 5-10 kəlmədən qondarma cildlər tarmar olar. Deyir, utansın tarixə dəllallıq eləyən. Tarixdə, yəni tarixə dəllallıq eləyən, tarixdə deyir, o faktları səhv şəkildə qeyd eləyənlərdir. Tarix qapısında açar sözlər var da, açar sözlər var. Yəni biz sən nə qədər saxta yazsan da açar sözlər var. Biz o açar sözlərlə o tarixin düzgünlüyünü sübut eləyən alimlərimiz tapılacaq. Pərdəni qaldırsam 5-10 kəlmədən
Qondarma cildlər tarımalıdır. Əgər sən durub pərdəni açsan, pərdəni qaldırsan, görərsən ki, o tarixi faktları yazan, qondarma faktları yazan, dəllallıq eləyən, deməli, saxta üzlər var, onu göstərəcək. Dəllal sözü burada bu mənada gedir. Deyir ki, faktları təhrif edən, saxta tarix yazan. Düzdürmü? Təbii ki, düzdür. A bəndi burada düzdür. Hər hansı bir şeyi sübut etmək üçün əsas. Burada sübut eləyirmi? Deyir, utansın tarixə dəllallıq edən. Burada heç bir şeyi sübut etmir. Alverdə alanla satan, ümumiyyətlə alverdən söhbət getmir. Vasitəçilik üçün alınan haqq. Burada bundan da getmir. Dəlil sübut gətirən şəxs düzdür. Yəni buradan da söhbət getmir. Yəni əslində düzdür. Dəllal sözü nə deməkdir? Dəllaldır da, aldığı bir şeyi baha qiymətə satır. Düzdür. Dəllaldır bu. Alır və aldığını daha baha qiymətə satır. Amma burada dəllallıq edən, utansın tarixə dəllallıq edən, yəni o faktları təhrif edən, saxta tarix yazan insanlardan gedir söhbət. Daha sonra keçirik üçüncü. Üçə baxırıq. Üçdə nə deyir bizə? 2-də bildik. A'dır. 1-də də A'dır. Sonra şeirin son bəndindəki həm qafiyə sözləri müəyyənləşdirin. Onların uğurlu olub olmadıqlarını qısaca yazın. Hansı bəndində deyir? Son bəndindəki. Ömrüm qırılmazdı, yol qırılsa da. Səninlə həmişə mən üzü ağam. Bədənim torpağa tapşırılsa da ruhumu mən sənə tapşıracağam. Üzü ağam tapşıracağam. Deməli, hansı sözlər getdi? Üzü ağam. Üzü ağam tapşıracağam. Baxın, qafiyəni bilməyənlər üçün bir də xatırlatma eləyim. Qafiyə nədir? Üzü ağam, ağam. Son hecalarını görürsünüzmü? Ağam. Tapşıracağam. Görürsünüz, burada da cağam. Eyni qafiyələrdən var. Burada yəni bir dənə c əlavə olunub. C'dır burada, orada ağdır. Cağam, am, cağ, am. Amla da yine burada da amla bitir, burada da amla bitir. Görürsünüzmü? Tapşıracağam, üzü ağam, tapşıracağam. Qafiyələnmə eyni şəkildə getdiyi üçün biz buna deyirik ki, qafiyələnən sözlər hansılardır burada? Üzü ağam, tapşıracağam. Və bizdən soruşur ki, deməli, onların uğurlu olub olmadıqlarını qısaca yazın. Təbii ki, uğurludur. Niyə görə deyir? Səninlə həmişə mən üzü ağam. Dillə deyir. Dilə ki, mən səninlə həmişə üzü ağam. Bədənim torpağa tapşırılsa da, bədənim tapşırılsa da, ruh bədəndən çıxır da, bu ruhumu deyir, mən sənə tapşıracağam. Öz vətəninə, öz dilinə, yəni mənim kimliyim, mənim dilimdir, mənim vətənimdir. Ona görə də təbii ki, uğurludur və öz ruhunu vətəninə həvalə eləyir, öz ruhunu dilinə həvalə eləyir. Bu cəhətdən uğurlu olduğunu deyə bilərik. Daha sonra keçirik, deməli, dördüncü sualımıza. Dördüncü sualda deyir ki, şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, fikrin təsir gücünün artmasında onların rolunu izah edin. Deyir, yollarım sınandı yad ölkələrdə, neçə yad dodaqda səsləndi adım. Yadınızda qalsın, ümumiyyətlə şeir varsa, şeirdə mütləq inversiya olacaq, mütləqdir. Burada da baxırıq ki, şeir varsa bunu qorxmadan, inversiya olan variantdan tutun, inversiya var. Bunu gözünüzü yumun, inversiyanı götürün. Nə idi inversiya? İnversiya söz sırasının pozulmasıdır və şair şeirdə söz sırasını pozur. Nə məqsədlə? Şeirin qafiyələri düz gəlsin, uyğunluq olsun və şeir deməli düzgün səslənsin, öyrənilməsi asan olsun, axıcı olsun. Bu şəkildə söz sırası pozulur. Məsəl üçün deyirəm ki, mən məktəbə gedirəm, mən gedirəm məktəbə. Görürsünüz, söz sırası pozuldu. Gedirəm sözü axırda olmalıydı. Mən gedirəm məktəbə və məktəbə gedirəm. Görürsünüz, burada söz sırasını pozduq. Əslində olmalıydı ki, mən məktəbə gedirəm.
İndi burada da yollarım sınandı yad ölkələrdə. Yollarım yad ölkələrdə sınandı olmalıydı. Burada yerini dəyişib. Növ nədir? Yazacaq ki, inversiya. Bu hissədən yazırsınız. İnversiya. Neçə yad dodaqda səsləndi adım. Neçə yad dodaqda adım səsləndi. Burada da inversiya var. Deməli, sınandı, səsləndi. Hər ikisi söz sırasında pozulub. Hər ikisi cümlənin axırında olmalıdır, əvvəlində olubdur. Fikrin təsir gücünü artırmasında deməli, rolu nədir? Söz sırasının pozulması. Bu hissəyə də yazacaqsınız ki, söz sırasının pozulması. Köməksiz qoymadın, yalqız qoymadın. Baxın, qoymadın, qoymadın. 2 dəfə təkrarlanıb. Nə var burada? Təkrir yazacaqsınız. Təkrir. Təkrir. Bu şəkildə yazılır. Təkrir. Təkrir var. Və təkrir nə eləyibdir? Hansı fikrin təsir gücünü artırıb? Yəni, təkrarlanıb və şeiri daha da deməli, təsir gücünü, emosionallığını artırıb. Sözlərin qoymadım sözlərinin təkrarlanması ilə şeirin emosionallığını artırıb. Deyin, qoy dinləsin. Danışır Bakı. Danışır Bakı nədir? Metonimiyadır. Əslində metonimiya. Buradan yazıram ki, düzgün yazılışını bilməyənlər. İnversiyada bu şəkildə idi. İnversiya. Metonimiya nədir? Metonimiya, yəni danışır Bakı. Bakı danışa bilməz axı, düzdür? Bakının içindəkilər danışır. Yəni Bakıda olan insanlar danışır. Məsələn, Səhər kanalını diktor aparır. Diktor danışır da, Bakının içindəkilər danışır. Bakı özü danışa bilməz. Ona görə də bu nədir? Metonimiyadır və yenə də əsərin təsir gücünü artırır. Sonra emosionallığını artırır. Döyüşdə qılınc tək sıyrıldığından başımın üstündə bayrağım oldu. Qılınc tək sıyrıldığından nədir bu? Təşbih yazacaqsınız. Təşbih. Nə deməkdir təşbih? Təşbih də görürsünüz burada. Bu hissəyə də yazacaqsınız ki, təsir gücünü artırma hissəsində ki, döyüşdə qılınc tək sıyrıldığından başımın üstündə bayrağım oldu. Mənim dilim dildən gedir də söhbət, düzdür, dildən gedir. Dili qılınca bənzədir, deyil. Qılınc tək sıyrıldı qından. Qılıncın qabı nədir? Qın adlanır da, qılıncın salındığı qab. Deyir, o qılınc tək qından çıxdı. Burada təşbihdir, yəni onu bənzədir, bənzətmə var. Başımın üstündə bayrağım oldu. Dili öz bayrağına bənzədir. Burada qeyd edəcəksiniz, dili öz bayrağına və qından çıxan qılınca bənzədir. Bənzətmə var burada. İpək nəğmələrim güllə batmazdı. İpək nəğmələrim, nəğmə ipək ola bilməz, düzdürmü? Burada nə qoyacaq? Deməli, epitet qoyacaq. Epitet, yəni epitet nədir? Bədii təyindir. Neyniyir? İpək nəğmələrim. Burada da deməli, nəğmələri təyin eləyir. İpəyə bənzədir. Bədii deməli, təyin var burada. Ümumiyyətlə, bədii təsvir və ifadə vasitələri neyniyir? Əsərin təsir gücünü artırır və emosionallığını daha da qabarıq şəkildə bizə çatdırır. Bu. Sonra keçirik. Növbəti suala mən elə gəlir. 4-cü sualda hamı başa düşdü. Keçirik 5-ci sualımıza. 5-ci suala diqqətlə baxırıq. Açıq tipli sualdır. Əsərin lirik növdə olduğunu nümunələrlə əsaslandır. Lirik növdə olduğunu nümunələrlə əsaslandır. Lirik növdədir, yəni şeir şəklində yazılıb, qafiyələnməsi var. Lirik növdə necə olur? Nəzmlə yazılıb, sonra qafiyələnir, bənd şəklindədir, sonra nəzmlə yazılıb, qafiyələnir, bənd şəklindədir. Ahəng var. Ahəng.
ahəng var və vətənpərvərlik lirikasına aiddir və sevgi, bağlılıq, qürur ifadə olunubdur bunlar. Nəzmlə yazılıb, qafiyələnir, bənd şəklindədir, ahəngi var. Bütün bunlar nəyi göstərir? Deməli, əsərin lirik növdə olduğunu göstərir. Daha sonra keçirik 6-cı sualımıza. 6-cı sualda nə istəyir bizdən? Bənddə hansı bədii təsvir vasitəsi işlənmişdir? Hansı bədii təsvir vasitəsini istəyir? Bədii təsvir vasitələri ayrıdır. Bədii ifadə vasitələri ayrıdır. Yadınızda qalsın. Barmağım altında düymə fırlanır. Londonla Parislə yanaşı Bakı. Doğma sözlər üçün darıxan hanı? Deyin qoy dinləsin. Danışır Bakı. Nə deməkdir danışır Bakı burada? Yenə deyirəm, danışır Bakı deyəndə Bakı danışa bilməz. Bakının danışmaq deməli məharəti yoxdur. Danışmaq insanlara məxsusdur. Yəni Bakı danışmır, Bakının içindəki insanlar danışır və bu şəkildə gedir ki, danışır Bakı. Yəni bu da nə olacaq? Metonomiya. Hansı bədii təsvir vasitəsi işlənmişdir? Bir kəlmə altından xətt çəkirsiniz burada. Bax bu şəkildə yumurlayın danışır Bakını. Kənarda yazın ki metonomiya. Sonra keçirik növbəti sualımıza. Növbəti suallar 7-ci sualımıza baxırıq. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır? Nə var burada? Etiraz ümumiyyətlə əzmkarlıq ola bilər, etiraz ola bilməz. Yəni etiraz yoxdur, kədər yoxdur burada. Əksinə tərənnüm var. Təəccüb, heç nəyə təəccüblənmirik. Sevinç, fərəh eyni şəkildə gedir. Burada ən böyük nə var? Qürur var. Mən öz dilimlə qürurlanıram. Ona görə də düzgün cavab minnətdarlıq, qürur var. Mən öz dilimə minnətdaram və mən öz dilimə minnətdarlıq hissimi bildirirəm və öz dilimlə qürurlanıram. Ona görə də nə var burada? Minnətdarlıq və qürur var. 8-ci suala baxırıq. Şərti işarələrdən istifadə etməklə bənddə fasilələrin yerini məntiqi deməli sözlərin səsin ucalığını göstərməliyik. Məntiqi vurğulu sözləri və deməli səsin ucalığını göstərməliyik. Baxağın, qapılar dalında qoydular səni. Burada nə edəcək? Baxın indi bədii fasilələrin yerini göstərəcəksiniz. Bənddə fasilələrin yerini. Qapılı fasilələr harda olacaq? Hardakı vergüllər var, orada fasilə eləyirik. Qapılar dalında qoydular səni. Fasilə eləyəndə 2 xətt çəkirik belə. Haqq dedin. 2 xətt çəkirik. Dabandan soydular səni. Ancaq məhv olmadın. Anam yenə 2 xətt. Can dedin. Qoy bunu bir daha böyük bir şəkildə sizə çatdırım. Baxın. Qapılar dalında qoydular səni. Fasilə var. Fasilə bilirik 2 xəttdə. Haqq dedin. 2 xətt qoyacaqsınız. Dabandan soydular səni. Ancaq məhv olmadın. Anam. Anam burada nədir? Xitabdır. Can dedin. Ordular sarsılan qəhrəman dilim. Bu nə oldu? Fasilələrin yeri. Və burada məntiqi vurğulu sözlər. Qoydular səni. Haqq dedin. Dabandan soydular səni. Haqq dedin. Səs tonumuz qalxır. Bu şəkildə. Ancaq məhv olmadın. Anam. Anam. Can dedin. Can. Ordular sarsılan qəhrəman dilim. Ordular sarsıdan qəhrəman dilim. Burada məntiqi sözlər hansıdır? Bax, haqq dedin. Vurğulu. Anam. Can. Bunlar vurğulu deməli sözlərimizdir. Daha sonra keçirik. Səsin ucalığını göstərir və o sözlərdə səsin ucalığını göstərir. Səsin ucalığını göstərəndə də bu tipdə ox işarəsi qoyuruq. Səsin aşağı tempo olanda bu şəkildə qoyuruq. Biz də burada bir də göstərim. Haqq dedində anam xitabdır. Ümumiyyətlə harda xitab varsa səs ora vurğu düşür. Can dedin. Cana qoyuruq. Ordular sarsıdan qəhrəman dilim.
Qəhrəman dilim. Dilimə də vurğu vura bilərik. Qəhrəman dilim. Burada da yenə dilimdə də vurğu var. 4 sözdə vurğu düşür. Məntiqi vurğu var və səsin ucalığı göstərilir. Sonra keçirik. Şeirdəki başlıca fikri istəyir. İdeya nədir sizcə? Bunu istəyir bizdən. Yadınızda qalsın ki, ideyanı necə verəcəyik? Dil həm tarix, həm də milli kimlikdir. Baxın, müxtəlif şəkildə verə bilərik. Dil həm tarix, həm də milli kimlikdir. Həm də milli kimlikdir. Bu bir ideya. Bax, bu şəkildə də verə bilərsiniz. Fərqli olsun deyə 2 ideya verim sizə. Yəni sonra ana dili xalqın varlığıdır. Ana dili xalqın varlığıdır. Onu heç bir qüvvə məhv edə bilməz. Onu heç bir qüvvə edə bilməz. Bu da oldu bizim əsərə verilən ideyalarımız. Hansını istəsəniz götürüb yaza bilərsiniz. Yəni dil həm tarix, həm də milli kimlikdir. Bu şəkildə də deyə bilərik ki, əsərdən çıxan nəticə, ideya budur. Bir də deyə bilərik ki, ana dili xalqın varlığıdır. Onu heç bir qüvvə məhv edə bilməz. Bu da yəni ikinci bir ideya kimi verirəm. 2 ideya verirəm sizə. Yəni hər ikisi eyni məzmunu daşıyır. Daha sonra keçirik növbəti sonuncu sualımıza. Sonuncu sualda bizdən nə istəyir? Şeirin müasir dövrümüz üçün əhəmiyyətini nədə gördüyünüzü bir neçə cümlə ilə yazın. Müasir dövrümüz üçün dediyi üçün, baxın, müasir dövrümüz üçün əhəmiyyətini nədə gördüyünüzü bir neçə cümlə ilə yazın. Sabir Rüstəmxanlı özü müasir dövrün şairidir, yəni hal-hazırda sağdır, müasir dövrün şairidir və çağdaş dövrümüzün şairidir, yazarıdır. Deyərəm ki, bu şeir biz üçün hansı deməli bu günlərin əhəmiyyəti nədən ibarətdir? Bunu bir neçə cümlə ilə ifadə eləyək. Bu tip şeirlər bu gün də öz aktuallığını qoruyur. Bax, yazacaq bu tip şeirlər. Bu hissədən yazırsınız. Bu tip şeirlər bu gün də öz aktuallığını qoruyur və çox aktualdır. Yəni o dövr üçündə, bu dövr üçündə çox aktualdır. Ana dilimizi qorumaq, düzgün danışmaq, gələcək nəsillərə ötürmək vacibdir. Ana dilimizi qorumaq, düzgün danışmaq və gələcək nəsillərə ötürmək vacibdir. Dil millətin kimliyidir və onu itirmək millətini itirmək deməkdir. Dil millətin kimliyidir və onu itirmək millətini itirmək deməkdir. Bu şəkildə yazacaqsınız və yaxud bu tipli şeirlər bugün də çox aktualdır. Bu tipli şeirlərə bir çox deməli şairlərimiz müraciət ediblər. Dil haqqında deməli daha belə qabarıq şəkildə şairlər üstünlük veriblər, dil haqqında həmişə yazıblar. Bu Məhəmməd Hüseyn Şəhriyarda da var, bu Bəxtiyar Vahabzadədə də var, Mənim dilim deyilən bir şeiri var. Yəni dil haqqında olan şeirlərimiz Məmməd Arazda var. Yəni sonra Xəlil Rza Ulutürkdə var. Dilini, torpağını sevən vətənpərvər yazarlarımız çoxdur. Bunlar deyə bilərsiniz, qeyd edə bilərsiniz. Sonra bu da bu qədər. Mənə elə gəlir ki, bu testin tam izahını sizə verdim. Anlaya bilməyən, başa düşməyən heç bir kəs qalmadı. Bu qədər. İstəklərinizi
gözləyirəm. Yazın, fikirlərinizi bildirin, nələrə ehtiyacınız var, onları bilmək istəyirəm. İstəyir Azərbaycan dili, istəyir aşağı siniflər, istəyir 9-cu sinif, 10-cu sinif, 11-ci sinif, bütün siniflər üzrə nəyə ehtiyacınız varsa, deməli, onları canlandırmağa, onlar haqqında videolar çəkməyə hazıram. Yetər ki, siz isteklərinizi aşağıda bildirəsiniz. Bu qədər. Videonu bəyənməyi və paylaşmağı yaddan çıxarmayın. Sağ olun.